Ya Allah, Bismillah. Salam müəllimlər, hər vaxtınız xeyir olsun, hər birinizi xoş gördük. Bugün sizlərə, yəni 18 iyun sertifikasiya imtahanının test mərhələsində istifadə olunmuş suallar və mövzularla bağlı məlumat verəcəm. Bəzi sualları yadda qalıb deyə ə, tam şəkildə təqdim edə biləcəm. Bəzi suallar isə tam yadda qalmayıb deyə onların mövzularını sizlərə təqdim edəcəm ki, bu mövzulardan imtahanda suallar düşübdü. İzaha keçməzdən əvvəl dünənki videoda gələn rəylərlə bağlı hər birinizə təşəkkür edirəm. Dəyərli fikirlərinizə, xoş sözlərinizə görə sizlərə minnətdaram. Təbii ki, hər birinizin fikriniz mənim üçün çox-çox önəmli və dəyərlidir. Buna görə təşəkkür edirəm. Və bu videoda da xahişim odur ki, videonu maksimum şəkildə paylaşaq. Eyni zamanda bəyənməyi də unutmayaq. Və əlavə bir məlumat da verim. Bilirsiniz, bu məlumatdan mən sizi çox yormaq istəmirəm. Müsahibə dərslərimiz iyul ayının 1-dən başlayacaq inşallah. Müsahibə ilə bağlı ətraflı məlumat almaq istəyirsinizsə, necə təşkil olunacaq, prosesdə sizlərə nələr təqdim olunacaq, ekranda göstərilən nömrəyə 051 753 14 84 nömrəsinə WhatsApp üzərindən yazaraq ətraflı məlumat əldə edə bilərsiniz. Yazan zaman sizə proseslə bağlı geniş məlumatlar veriləcək. Gəlin isə suallarımıza başlayaq. Deməli, bir sual summativlə bağlıdır ki, dünən bildiyiniz kimi diaqnostiklə bağlı sual düşmüşdü və mən dünənki izahımda da qeyd etmişdim ki, məktəb daxili qiymətləndirmənin növlərindən suallar düşür, hər il düşür. Yəni, diaqnostik, formativ, summativ bunları yaxşı bilməliyik. Dünən diaqnostik düşmüşdü, bu gün imtahanda summativ qiymətləndirmə ilə bağlı sual düşüb. Sualda summativ qiymətləndirməyə aid olan cavabı müəyyən edin soruşulubdu və cavabların birində belə bir cavab qeyd olunub ki, bölmə sonunda və yarımının sonunda aparılır və təbii ki, bu cavabla biz razılaşıb doğru cavab kimi götürə bilərik. Digər variantlar müəllimlərin dediyinə görə formativ qiymətləndirmə ilə bağlı olubdu. Belə, bizdən də summativ istəyir deyə cavab belə olmalı təbii ki. Sonra, taksonomiya ilə bağlı iki sual olubdu. Biri müəllimlərin yadında qalıbdı, yaxşı qalıb. Digərləri tam yadda qalmayıb, amma bu yox, digəri ilə bağlı məlumat verim ki, digər situasiyada izah etmək olub. Nəyinsə izahını vermək olubdu. Orada cavab anlamaq mərhələsi olacaq. Çünki bilirsiniz ki, izah etmək artıq anlamağın göstəricisidir. Mən hər hansı bir mövzunu izah edirəmsə, deməli anlayıb mənimsəmişəm və izah verirəm. Orada anlamaq olubdu cavab və izah etmək var imiş situasiyada. Amma dəqiq yadda deyil deyə mən də özümdən bəzəyib sual hazırlamadım. Digər taksonomiya sualı isə bu tip olubdu. Bir məsələ olub bunun əvvəlində. Onu qeyd etməmişəm, çünki müəllimlərin yadında dəqiq qalmamışdı. Bunun əvvəlində bir məsələ olub və deyib ki, həmin məsələ ilə, həmin məqamla bağlı öz fikirlərini bildir, öz mövqeyini bildir və fikrini əsaslandır. Və yadda saxlayın bunu, müəllimlər, artıq bilirsiniz, məlumatlısınız. Hər hansı bir məsələyə mən öz mövqeyimi bildirərəmsə, öz münasibətimi bildirərəmsə, bu dəyərləndirmə mərhələsidir. Cavab C variantı. Dəyərləndirmə. Amma yox, başqasının mövqeyini müəyyən edin desə, məsələn, müəllifin mövqeyin, yazıçının mövqeyin, şairin mövqeyin fərq etmir. Bu təhlildir. Amma yox, bir məsələyə mən öz münasibətimi bildirəcəmsə, bu dəyərləndirmədir. Çünki həmin məsələni mən dəyərləndirirəm öz mövqeyimdən. Bir sual belə olubdu, cavab da dəyərləndirmə olubdu. Sonra bir də belə bir sual olubdu, müəllim-valideyn münasibətləri ilə bağlı. Valideyn baş vermiş problemlə bağlı müəllimə deyil, direktora müraciət edir. Deməli, bu situasiyada məsələ necə olubdu? Mən dünən fikir verdim, dünənki video ilə bağlı. Məsələn, yazan, dünən imtahanda iştirak edən müəllimlərdən yazan var idi ki, müəllim, orada şagird sözdə var idi, onu yazmamısınız. Yəni, indi əziz müəllimlər, mən onu başlayanda qeyd etmişdim ki, müəllimlər yadlarında necə saxlayıblarsa, mənə onları deyirlər. Mən də olduğu kimi sizə təqdim edirəm. Yəni, ola bilər ki, orada bir şagird sözü keçib, onu yazmamışam. Bu normal haldır. Yəni bunu situasiyanın cavabını dəyişirmi? Xeyr, dəyişmir. Orada bir şagird sözünü mən yazmamışamsa, bu situasiyanın cavabını dəyişmir axı, əhəmiyyətli dərəcədə. Bu gün taksonomiyadır ki, taksonomiyada və inteqrasiya. Taksonomiya və inteqrasiya iki bu mövzudur ki, burada gərək cümlədə olan bütün sözləri əzbər yadda saxlayasan. Çünki bir sözü belə diqqətimizdən qaçırsaq, cavab dəyişə bilər. Amma müəllim-valideyn münasibəti, müəllim-şagird münasibəti bu məsələlərdə
Situasiyanın mahiyyəti önəmlidir. Və mən də sizə dediyim kimi, özümdən tam artıq situasiya yığmıram. Müəllimlər imtahanda nə görüblərsə, mənə deyirlər, mən də onu çatdırıram. Burada da bu situasiyada indi bəlkə deyirsiniz, ay müəllim bu belə deyildi, burada şagird də var idi, burada filan kəs də var idi, ola bilər. Yəni bu situasiya ola bilər ki, bundan da biraz geniş olsun. Amma məzmun belə olubdu. Deməli bir problem olub, ola bilər ki, burada bir problem yazsınlar. Problem olub. Ə, Valideyn də o problemlə bağlı müəllimə yox, birbaşa gedib direktora müraciət edibdi. Bu vəziyyətdə müəllim nə etməlidir? Belə bir vəziyyət təbii ki, xoşhal deyil bizim adımıza. Çünki biz müəllimik və müəllimə müraciət etmədən birbaşa direktora deyirlərsə, bu əməkdaşlıq məsələsinin zəif olduğundan xəbər verir və belə olduğu durumda, belə olduğu halda nə edə bilərik? Mən burada cavab qeyd etmişəm. Cavab versiyasını özüm vermişəm. Yəni bu cavabı görsəniz götürə bilərsiniz. Baxın, hətta aşağıda mötərizədə qeyd etmişəm ki, sonra kimsə müəllim belə deyildi deyə yazmasın. Yazmışam ki, belə bir cavab daha uyğun seçim olar. Yəni situasiya belə olur, dəqiq. Bu situasiyada hansı cavabı götürməliyik? Cavab müəllimlərin yadında qalmamışdı. Təxmini yadda saxlamışdılar. Amma mən sizə cavab necə olmalıdır? O versiyanı təqdim etmişəm. Təşəbbüsü özümüz ələ almalıyıq. Yəni o valideyn gedib direktora müraciət edibsə, biz əşi müraciət edib özü bilər. Nəyimə gərəkdir? Belə yanaşmamalıyıq. Təşəbbüsü ələ alaraq, yəni özümüz o valideynlə əlaqə saxlayaraq, təşəbbüsü ələ almaq budur. Valideynlə əlaqə saxlayaraq və valideynlə fərdi söhbət edib problemin nədən ibarət olduğunu dəqiqləşdirməliyik. Yəni problem nədir və nə üçün bu problem yaranıb? Valideyn direktora da gedib müraciət edibdi. Bu səbəbləri aydınlaşdıraraq fərdi söhbət zamanı və valideynə bildirməliyik ki, təbii ki, bu problemin həllində sizin övladınızın və sizin yanınızdayıq, dəstək olacağıq, birlikdə bu problemi həll edəcəyik. Belə bir yanaşma daha düzgün yanaşma olar. Burada görməzdən gələrəm, diqqət etmərəm və ya variantlardan birində də belə olub ki, həmin valideynlə aramızdakı münasibətlər daha yaxşı olsun deyə övladına yüksək qiymət yazaram. Belə cavablar absurddur təbii ki və doğru cavab kimi götürülmür. Keçin növbəti dördüncü suala. Bir sualda müəllim valideynlə bağlı olub yenə. Ümumiyyətlə müəllim-valideyn münasibəti ilə bağlı bu gün suallar bir neçədən olub. Dünən müəllim-şagirdlə bağlı çox idi. Bu gün müəllim-valideynlə bağlı suallar bir neçədən olubdu. Müəllim valideynlə mübahisə etdiyi üçün şagirdə sinif daxilində yerli yersiz iradlar bildirir. Burada hansı tələb pozulmuşdu? Bu ikinci növbəyə düşüb, səhv etmirəmsə bu sual. Çünki birinci və ikinci növbənin sualları qarışıb, açıq deyim. Yəni burada bölməmişəm ki, bu birinci növbə, bu ikinci növbədir. Yəni gələn suallardan yadda qalanları qeyd etmişəm. Müəllim valideynlə mübahisə etdiyi üçün şagirdə sinif daxilində yerli yersiz iradlar bildirir. Burada hansı tələb pozulmuşdur? Biz valideynlə mübahisə edə bilərik. Valideynlə aramızda hər hansı bir problem yaşana bilər. Bu mübahisənin o valideynin övladına aidiyyatı olmamalıdır. Yəni biz övlada qarşı qərəz göstərməməliyik. Bu obyektivliyi pozur. Bu müəllimin düzgünlüyünü, ədalətliyini pozur. Aydındırmı? Müəllim isə yerli yersiz iradlar bildirir. Yəni valideyninə görə övlada da qərəzli münasibət göstərir. Hansı tələb pozulubdur? Belə bir şərt veriblər. Bir neçə cavab olub, bəlli məsələ. Doğru cavab belə bir cavab olubdur. Səmərəli müəllim-şagird münasibətinin qurulması tələbi pozulubdur. Çünki biz hər birimiz bilirik ki, effektiv münasibətlərdə müəllim-şagird münasibətləri ön planda dayanır və bu münasibətlər effektiv, səmərəli olmalıdır. Onun üçün də yollar var, bilirsiniz. Artıq onu burada saymağa bir-bir ehtiyac yoxdur, amma vəsaitin özündə geniş məlumatlar var bununla bağlı. Belə. Yəni doğru cavab belə olmalıdır. Müəllim-şagird münasibətinin səmərəli şəkildə qurulması tələbi pozulubdur. Kim tərəfindən? Təbii ki, müəllim tərəfindən. Sonra bullyinglə bağlı sual olubdur, yəni qısnama ilə bağlı bir sual olubdur. Amma bullyinglə bağlı sual müəllimlərin yadında dəqiq qalmayıb. Sizə bir məlumat verim. Bullyinglə bağlı problemlərdə adətən müəllim yanaşması fərdi söhbət olmalı. Yəni, əgər bir sinifdə bullying halı baş veribsə, biz o zaman çalışmalıyıq ki, bullying olunan şəxslə fərdi söhbət edək, ona emosional dəstək olaq, ona, belə deyək, psixoloji yardım edək. Eyni zamanda, əgər bullyinglə bağlı, bullyingin müəyyən edilməsi ilə bağlı sual olsa,
O zaman deyirik ki, esse yazdırarıq, bullyinqi müəyyən etmək üçün, üzə çıxarmaq üçün, anonim sorğu keçirərik, məktəb psixoloqu ilə əməkdaşlıq edərik. Yəni bu tip cavablar doğru versiyalardır. Amma deyilsə ki, bullyinq halını görməzdən gələrik və ya sinifdə ümumi bir heç kimə qarşı yox, daha doğrusu şagirdlər, yoldaşlar bir-birinizə qarşı pis rəftar etməyin, belə bir çıxış edərəm. Bunlar həll yolu deyil. Bəzən bullyinq hallarında belə variant verirlər ki, müəllim bütün sinifə bildirir ki, bir-birinizə qarşı nəzakətli olun. Yəni təkcə bu çıxış yolu deyil. Bullyinq halı artıq vardısa, biz burada mərhələli tədbirlər görməliyik. Bullyinq olunan şəxsə psixoloji dəstək olmalıyıq, ona emosional olaraq, belə deyək, köməklik göstərməliyik ki, o durumdan çıxsın, aldığı travmadan çıxsın. Eyni zamanda bullyinq edən şəxslə bağlı tədbir görməliyik. Bu tədbir cəza tədbiri olmamalıdır. Bu tədbirdə biz həmin şəxslə fərdi söhbət etməliyik. Onda yoldaşını başa düşmək üçün empatiya formalaşdırmalıyıq, sosial bacarıqlar formalaşdırmalıyıq. Yəni bu versiyaları bir-bir sayıram ki, belə cavablar doğru cavablar olacaq. Görməzdən gələrəm, ümumi yanaşaram, göz ardı edərəm. Bu cavablar yanlış sayılır. Və inteqrasiya ilə bağlı bir sual olubdu, əziz müəllimlər, onu da deyim sizlərə. İnteqrasiya ilə bağlı bir sual. Ümumiyyətlə, inteqrasiya ilə bağlı həmişə bir sual olur. Yəni, olsun MİQ-də, olsun sertifikasiyasında inteqrasiyadan 2 sual düşmür. Cəmi bir sual olur. Bu sual, məsələn, dünən inteqrasiya sualı müəllimlərin yadında qalmışdı deyə mən dünən onu sizlər üçün təqdim etdim. Amma bu gün inteqrasiya sualı natamamdır. Tam yadda qalmayıb deyə inteqrasiyadır, taksonomiyadır, bunlarda natamamlıq oldusa o sualı təqdim etməyə mənası yoxdur. İndi bilirəm, bu sualları da inteqrasiyanın da imtahan da istifadə olan inteqrasiya sualı altında paylaşanlar olacaq. Bu normaldır, həmişə edirlər. Amma bir şey ki, sən onun məzmununu dəqiq bilmirsən, yəni onu paylaşıb cəmaatda çaşdırmağın anlamı yoxdur, mənası yoxdur. Hə, ona görə mən elə özümdən başlıq yerləşdirib bu imtahanda düşən inteqrasiya sualıdır və ya taksonomiya sualı deyə özümdən situasiya hazırlamadım. Amma bir sual düşübdü, həmişəki qayda ilə. Belə, özünüzdən müğayət olun, Allaha manda qalın. Yenə də davamının gəlməsini istəyirsinizsə, sizlərdən xahişim odur ki, videonu bəyənək və maksimum şəkildə paylaşaq zəhmət olmasa. Sağ olun.